Hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Gördüyünüz bu əla tikili satışdadır. Möhkəm fundament üzərində inşa edilib 3 mərtəbəlidir. 2 mərtəbəsi bax belə görünür. Birinci mərtəbəsi isə gizlidir. Az sonra sizlərə göstərəcəm. 2 sota yaxın həyətyanı sahədə inşa edilib. Mərtəbələr arası monolit beton. Birinci mərtəbə ilə ikinci mərtəbənin arası monolit beton. 2 ilə 3-ün arası monolit beton. Bax, gördüyünüz bu şəkildə giriş hissəsi var. Deməli, jalüz qoyulub. Pultla idarə olunan jalüz darvaza və piyadalar üçün giriş hissəsi nəzərdə tutulub. Rahatlıqla 2-3 avtomobil həyətyanı sahəyə daxil ola bilir. Böyük trap qoyulub və sol tərəfdə gül, çiçək əkmək üçün yer saxlanılıb. Həyətdə işıqlandırmalardan istifadə edilib. Belə bir fasad görünümünə malikdir evimiz. Paket qupçalıdır. Torpağın da evində çıxarışı var. Dövlət ipotekasına yararlıdır. Mən bu evə baxanda, betonuna baxanda düşündüm ki, yəqin ki, bunlar əvvəlcə niyyətləri 5-6 mərtəbəli burada bir şey tikməkmiş. Çünki betonu olduqca yüksək keyfiyyətlidir. Yəni, təxminən 60-ın 80-ə beton verilir bura. Göstərəcəm sizə. Bax, belə bir koridorumuz var. Nəzərinizə çatdırım ki, koridorlar, hamam otaqları və mətbəx bütünlüklə isti döşəmədir. Koridordan daxil olan kimi sol tərəfdə yerləşir evimizin qonaq otağı. Belə bir qonaq otağımız var. Evimiz genişdir. Təqdimatımızı sürətləndirək, ətraflı sizlərə göstərim. İkinci mərtəbəyə qalxan monolit pilləkən və pilləkənin altında böyük bir boşluq var. Rahatlıqla oranın artıq əşyaların yığılması üçün ambar sahəsi kimi, məişət otaq kimi istifadə edə bilərsiniz. Belə bir hamam otağı tam təmirli və tam təchizatlıdır. Burada yerləşir mətbəximiz. Kifayət qədər geniş, işıqlı mətbəxi var və döşəməsi isti döşəmədir. Gedək birinci mərtəbəyə baxaq. Yəni, bura zirzəmi demək biraz çətin olar. Niyə? Ona görə ki, baxın, görürsünüz, burada hasardır. Yəni, hasardan hündürdür bu birinci mərtəbə. Bu şəkildə pilləkən düşür arxaya. Arxada burada istəsəniz özünüz üçün manqal xana düzəldə bilərsiniz. Çox yaxşı və əlverişli hissədir. Nəyə görə? Paltarlarınızı rahat asa bilərsiniz, manqal xana edə bilərsiniz. Və bu da bizim zirzəmi. Buraya zirzəmi demək mümkündürsə, yəni tavanın hündürlüyü görürsünüz nə qədər. Təxminən 3 metrdən hündürdür. Belə bir otaqlar var altında. Betonun qalınlığına baxın, hörmətli izləyicilər. Görün necə qalın beton verilib bura. Gedək. Yəni burada da həmin proyekt mövcuddur. Gedək yuxarıya ətraflı göstərim sizə. Hörmətli izləyicilər, artıq 3-cü mərtəbədəyik. 3-cü mərtəbəyə qalxan beton pilləkənimiz və burada monolit betondur. Yəni tavandan başqa birinci, ikinci mərtəbələr monolit betondur. Çox yüksək səviyyədə tikinti işləri aparılıb burada.